Salam, mən Ceyhun Abdullayev. IT Brains Akademiyada IT Biznes Analitikası üzrə təlimçiyəm. Bugün sizinlə IT Biznes Analitikasının vacibliyi haqqında danışacağıq. Nəyə görə son illərdə biznes analitika bu dərəcədə aktuallaşdı və niyə biznes analitiklərə zərurət bu dərəcədə artdı. İlk öncə onu başa düşək ki, uzun illər boyu texniki komandalar və biznes komandalar arasında ciddi kommunikasiya boşluqları var idi və statistikaya baxsaq görmüş olarıq ki, başlanılan layihələrin 70%-dən çoxu ya büdcəni aşmaqla ya da ki, sadəcə fail olmaqla nəticələnirdi. Heç biri uğurlu nəticə ilə yekunlaşa bilmirdi. Yalnız 30% hallarda kifayət qədər ya texnik komandanın peşkarlığı hesabına və yaxud da ki, biznes komandasının ciddi səyləri hesabına layihələr uğurla yekunlaşırdı. Nəticə etibarilə uzun illər böyük miqdarda deyək ki, faillərdən sonra və bu uğursuzluqlardan sonra sənaye artıq başa düşməyə başladı ki, ortada böyüyən bir boşluq var və bu çatışmazlığı necəsə aradan qaldırmaq lazımdır. Və ilk növbədə ağla gələn ondan ibarət idi ki, biznes komandası və texnik komanda bir-birini anlamır. Onun dediyini bu anlamır, bunun dediyini isə o anlamır. Nəticə etibarilə ortaya universal bir rol çıxması zərurəti yarandı və bu rol biznes analitikləri idi. Biznes analitiklər ölkəmizdə də artıq demək olar ki, 10 ilə yaxın müddətdir ki, tam olaraq hər il öncəki illərə nisbətən daha da aktuallaşaraq onlara olan tələbat artmaqdadır. Və biz bugün biznes analitiklərin agile və ənənəvi komandalarda rollarından danışacağıq. Deməli, başlayaq. Növbəti slaydımızda biz ilk öncə ənənəvi komandalarda biznes analitik rolları ilə tanış olacağıq. Ənənəvi komanda deyəndə siz nəyi başa düşməlisiniz? Ənənəvi komandalar adətən agile mindseti dünya üzərində qloballaşana qədər istifadə olunan metodologiyadır, layihə idarə etmə metodudur və ənənəvi komandaları bir daha çox waterfall komandaları adlandırırlar. Burada əsas açar söz waterfalldır, hansı ki, məna olaraq şəlalə mənası bildirir. Burada məntiq ondan ibarətdir ki, ümumi mobil ümumiyyətlə hər hansı bir proqram təminatının yaradılma mərhələlərini fərqli stagelərə bölürlər, fərqli mərhələlərə bölürlər və bir mərhələ yekunlaşmadıqca digər mərhələ başlaya bilmir. Deyək ki, uzun illər əvvəl bu hardasa o qədər də problemli bir yanaşma deyildi, amma texnologiya inkişaf etdikcə, kapitalizm rəqabəti gücləndirdikcə, artıq rəqiblər arasında bazara dinamik şəkildə məhsullar çıxarıldıqca vaxtın əhəmiyyəti artmağa başladı və müştəri yanaşmasına əsasən şirkətlər daha çevik, daha cəld, daha qısa zaman çərçivəsində yeni produktlar təklif etməyə və ya təmin etməyə çalışdılar. Bu isə öz növbəsində agile mindsetinin yaranmasına səbəb oldu. Amma biz yenidən qayıdaq waterfalla. Waterfallda biznes analitikinin rolu nədən ibarətdir? Ekranda gördüyünüz kimi mən waterfall metodologiyasını 5 fərqli hissəyə bölmüşəm. Requirements tələblərin toplanma hissəsidir. Design həll yolunun düşünüldüyü hissə, həll yolunun təklif olunduğu hissə. Implementation artıq təklif olunan həllin tətbiq olunduğu hissədir. Verification və ya verifikasiya hissəsi təmin olunan həllin dizayn olunan və ya da ki, planlaşdırılan həll ilə nə dərəcədə üst-üstə düşdüyünü yoxlanıldığı mərhələdir və maintenance isə artıq istifadəyə verilmiş məhsulun istəklərin və dəyişən market tələblərinə əsasən aktual olaraq qorunub saxlanılması mərhələsidir. Ümumiyyətlə, yəqin ki, mənim slaydımda bir şeyi müşahidə edirsiniz ki, bunlar xüsusilə ingilis dilində hazırlanmışdır. Burada səbəb ondan ibarətdir ki, biz çalışırıq ki, tədris etdiyimiz metodologiyada tədris etdiyimiz şəxslər beynəlxalq səviyyədə bu peşənin sirlərini öyrənə bilsinlər. Təbii ki, biznes analitika software development, proqram təminatı tərtibinin bir ayrılmaz parçası olduğu üçün və beynəlxalq bir peşə hesab olunduğu üçün biz istəyirik ki, burada tərcümə zamanı hər hansı bir məna itkisi baş verməsin. Bu səbəbdən məzmunlarımız xüsusilə ingilis dilindədir, ancaq dərslərimiz təbii ki, Azərbaycanda keçirilir. Davam edək. Dediyimiz kimi, ənənəvi komandalarda əsas biznes analitika əsas rolları nələr ibarətdir? Ümumiyyətlə, tələblərin toplanması idi, daha sonra həll yolunun təklifi idi və daha sonra artıq tətbiq zamanı, artıq təklif olunan həllin tətbiqi zamanı aktiv iştirak və sonradan artıq verifikasiya mərhələsində ümumi yoxlanış zamanı biznes analitikinin ciddi rolları var.
Gəlin başa düşməyə çalışaq daha detallı şəkildə nə edir. Biznes analitik ənənəvi rollarda ilk öncə çox ehtiyatlı şəkildə sənədləşmə ilə məşğul olmalıdır. Burada əsasən söhbət nədən gedir? Bilirsiniz ki, deməli proqram təminatı ilə əlaqədar layihələrdə ən böyük problemlərdən biri aktiv şəkildə dəyişən tələblərdir. Və aktiv şəkildə dəyişən tələblərin qarşısını almağın bir nömrəli yolu razılaşmaların vaxtında fiksasiya olunmasıdır. Yəni ki, bunun sənədləşdirmə formasında tərəflər arasında razılaşılan məqamların ortaq bir dildə kağıza yazılması və bunun yeganə single source of truth deyirik biz buna. Yəni ki, yeganə həqiqət mənbəyi bizim üçün budur, bu sənədləşmədir. Və bu sənədləşmənin tərtibi və aktual saxlanılması birbaşa kimin rolu? Təbii ki, biznes analitikin roludur. Çünki biznes analitik dediyimiz kimi texniki və biznes komandasının arasındakı yeganə körpü rolunu oynayan şəxs idi və artıq bildiyimiz kimi də bütün tələblər biznes komandasının tələbləri olduğu üçün texnik komandanın icra edəcəyi bütün istəklər biznes komandasından, biznes analitiklər vasitəsilə toplanılır və sənədləşdirilir. Modelləşdirmə və data. Modelləşdirmə və data da təbii ki, biznes analitikin ikinci əsas rollarından biridir. Harda ki, tələblər toplandıqdan sonra artıq bu tələblər əsasında biznesin ehtiyaclarını qarşılayan bir həll yolu təklif etmək lazımdır. Bu həll yolunu təklif edən zaman ən gözəl vizuallaşdırma məqamlarından biri elə modelləşdirmədir. Biz növbəti dərsimizdə biznes proses modelləşdirmədən danışacağıq və modelləşdirmə nəyə görə xüsusi əhəmiyyət kəsb edir? Çünki ixtisasdan asılı olmayaraq bir insanın peşəkar backgroundunun nə olmasına asılı olmayaraq BPM-in həm texnik komanda, həm də biznes komandası tərəfindən açıq-aşkar şəkildə çox rahatlıqla başa düşülür. Bundan əlavə vizual olaraq prosesləri vahid bir modelləşdirmə lövhəsində qısa formatda, lakanik formatda təsvir edə bilir və buna görə bu günümüz reallığında biznes analitiklərin ümumiyyətlə bu sahə peşəkarların sıx-sıx istifadə etdiyi alətlərdən biridir. Digər məqam, biraz əvvəl qeyd etdiyim ki, dəyişən tələblər. Olur ki, bazar tələblərinə və bazar zərurətinə əsasən layihənin gedişatında kritik bir dəyişikliyə ehtiyac yaranır. Xüsusilə bu aktualdır ənənəvi komandalarla işləyən zaman. Çünki ənənəvi komandalar uzun müddətli bir məqsəd üçün planlaşdırma edirlər və ola bilər ki, tələblər layihənin əvvəlində bir cür sənədləşdirilir, amma layihənin axırına doğru artıq bazar reallığı bu tələbləri olduğu kimi tətbiq etməyə icazə vermir. Və bu səbəbdən istisna deyil ki, daha öncədən razılaşdırılan sənədləşmələrə dəyişikliyə ehtiyac yaranır. Və bu dəyişikliyə ehtiyacını təbii ki, əsas monitorinqini və əsas idarə etməsini yenə də bir mənalı şəkildə biznes analitik sahiblənməlidir, öz üzərinə götürməlidir. Çünki bu layihənin həm proses, həm biznes yönümdən yeganə sahibi biznes analitikdir. Və digər bir məqam validasiya və UAT. UAT termindir. Bunu növbəti dərslərimizdə daha dərindən keçəcəyik. Açıqlamasına gəlsək, bu abreviatura nəyi ifadə edir? Bu User Acceptance Testing deməkdir. User Acceptance Testing artıq bundan əvvəlki mərhələlərdə tələblərin toplanması, sənədləşdirilməsi, həll yolunun formalaşdırılması və həllin tətbiqi mərhələləri yekunlaşdıqdan sonra ortaya çıxan məhsulun nə dərəcədə tələblərə uyğun olub-olmadığını yoxlanıldığı bir mərhələdir. Və burada təbii ki, biznes analitikin rolu danılmazdır. Çünki sənədləşdirmənin müəllifi odur, həllin müəllifi odur və təbii ki, artıq texnik komanda tərəfindən təqdim edilmiş proqram təminatının tələblərə uyğunluğunu yoxlaya biləcək ən açar şəxslərdən biri də elə biznes analitikdir. Mən demirəm ki, bunu biznes analitik şəxsən təklikdə özü edir. Xeyr, biznes analitik burada koordinasiya edir. Kimlərlə? Texnik komanda və keyfiyyət nəzarət komandaları arasında. Keyfiyyət nəzarət deyəndə mən quality assurance nəzərdə tuturam. Quality assurance bildiyimiz kimi funksional və qeyri-funksional tələblərin yoxlanılması üçün lazım olan peşəkarlardan təşkil olunmuş komandalardır. Sadə desək testerlər və bu testerlər ilə sıx əlaqədə olub tələblərin
doğrudan da proqram təminatında istəyə uyğun təmin olunmasında biznes analitik iştirak etmiş olmalıdır. Növbəti slaydımıza keçək. Növbəti slaydımızda biz Agile komandanın nə olması ilə bağlı ilk öncə onu başa düşməyə çalışacağıq. Agile komanda ənənəvi komandalardan fərqli olaraq daha qısa vaxt periodu üçün layihələrin icrasına nəzərdə tutulmuş komandalardır. Söhbət nədən gedir? Mən daha əvvəlki slaydımda qeyd etmişdim ki, ənənəvi komandalar daha uzun müddətli layihələrin icrası üçün formalaşdırılırlar. Agile komandalar isə daha çox rəqabətin yüksək olduğu sferalarda, məsəl üçün bu fintech sferası ola bilər, məsəl üçün bu ola bilsin, məsələn telekom sferası ola bilər, məsəl üçün bu məsələn günümüz reallığında ən çox istifadə etdiyimiz onlayn çatdırılma e-commerce sferası kifayət qədər bazar konkurentlərlə doludur və hər konkurent müştəriləri özünə çəkmək üçün daha innovativ həll yolları təklif etməyə və bunu öz məhsullarında təqdim etməyə çalışır və reallıq belə olduğu halda layihə idarə etməsi artıq ənənəvi komandadan çıxıb agile metodologiyaya keçən zaman məhsulun daha çevik şəkildə rəqiblərin və bazarın dinamikasına uyğunlaşdırılması agile komandası tərəfindən daha rahat icra oluna bilər. Və belə olduğu təqdirdə agile komandaların yaradılması artıq zərurətdir. Və agile komandalar kimlərdən ibarətdir? Ümumiyyətlə, biraz əvvəl sadaldığımız ənənəvi komanda və agile komandanın tərkibi demək olar ki, birə-bir eynidir. Rolların adlandırılması fərqlidir və agile komanda və ənənəvi komandaların layihə idarə etməsi zamanı layihəyə yanaşma tərzləri bir-birindən fərqlənir. Agile komanda daha çox çevik dəyişikliyə uyğunlaşma və çevik şəkildə öyrənmə prinsipinə əsaslanır. Buradan gördüyümüz bir dairə formatında mən artıq burada 4 fərqli deyək ki, tədbir qeyd etmişəm. Planlaşdırma tədbiri, icra tədbiri, review və yaxud da ki, deyək ki, review biz Azərbaycan deyəsi olsaq, qiymətləndirmə tədbiri və retro tədbiri. Retro tədbirinə ən sonda gələcəyik. Deməli, planlaşdırma nədir? Deməli, fikirləşsək ki, layihə idarə etməsində, agile layihə idarə etməsində vaxt müddəti, vaxt periodu ənənəvi layihə idarə etməsinə nisbətən daha qısa olur. Deyək ki, bu 2-4 həftə arası dəyişə bilər. Hansı ki, bu periodları biz sprint olaraq adlandırırıq. Bu sprintlərin başlanğıcında komandalar bir planlaşdırma qoyurlar, özlərinə bir hədəf qoyurlar və bu hədəfə sprintin sonunda nail olmaq üçün belə bir necə deyək, özlərinə hədəf qoyurlar və bu növbəti bu planlaşdırma tədbirini sprint ərzində icra olunan icra tədbiri əvəzləyir. Daha sonra icra tədbiri komandanın planlaşdırma mərhələsində qarşısına qoyduğu hədəflərin icra olunmasıdır. İcra olunmuş hədəflər review tədbirində, qiymətləndirmə tədbirində müvafiq stakeholderlara təqdim olunur. Stakeholder deyəndə biz maraqlı tərəflərdən söhbət açırıq. Maraqlı tərəflər məhsulunuzun nə olmasından asılı olaraq fərqli şəxslər ola bilər. Təbii ki, danılmazdır ki, sizin rəhbəriniz və yaxud da ki, şirkətinizin səhmdarları və yaxud da ki, hətta sizin müştəriniz belə sizin maraqlı tərəfiniz hesab olunur. Və siz maraqlı tərəflərə öz məhsulunuzu təqdim etmiş olmalısınız ki, onlardan rəy alasınız və həmin rəylər əsasında məhsulunuzun dəyərini yüksək saxlaya biləsiniz. Ən sonda gələn mərhələ retro mərhələsidir. Retro mərhələsində komandalar biraz əvvəl qeyd etdiyim 2 və ya 4 həftə müddətində çəkən sprintlərin sprint ərzində baş verən ümumi gedişatın nə dərəcədə yaxşı və pis olduğunu qiymətləndirir. Bunu əsasən komanda daxil edirlər və komanda daxilində komanda üzvləri bir-birlərinə qarşı konstruktiv feedbacklər, konstruktiv rəylər verirlər ki, nümunə verirəm. Məsəl üçün, hər hansı bir backend və yaxud da ki, frontend developer retro çərçivəsində biznes analitikdən şikayət edə bilər ki, mənə bu sprint ərzində verilən taskların tələbləri açıq-aydın deyildi, mən başa düşmürdüm. Bu kifayət qədər konstruktiv rəydir və bu kommenti, bu feedbacki, bu rəyi faktlarla dəstəkləmə mümkün olarsa, bu rəy biznes analitik tərəfindən çox obyektiv şəkildə qiymətləndirilməlidir və biznes analitik öz üzərində çalışıb verdiyi tələbləri biznes developerların standartlarına uyğun şəkildə gətirməlidir. Davam edək.
biz artıq qısa da olsa Agile komandanın kimliyi və nə ilə məşğul olduğunu artıq başa düşdük. Mən burada əsas artefaktları qeyd etmişəm. Artefaktlar Agile komandasının iş prosesi ərzində istifadə etdiyi və ya ortaya çıxardığı nəticələrdir. Burada product backlog məhsulun inkişaf xəritəsində məhsulun inkişafı üçün nəzərdə tutulan tapşırıqlar toplusudur və yaxud da ki, planlar toplusudur. Sprint backlog isə sprint ərzində bizim biraz əvvəl qeyd etdiyimiz sprint backlog 2 və ya 4 həftə, sprint 2 və ya 4 həftəni icra edə biləcək, əhatə edə biləcək bir zaman periodudur və sprint backlog həmin zaman çərçivəsində icra olunacaq tapşırıqların, planlaşdırılan tapşırıqların siyahısıdır. Increment biz bunu tərcümə etsək əlavə olunmuş dəyər kimi başa düşə bilərik. Və deməli əlavə olunmuş dəyər olaraq biz nəyə nəzərdə tuturuq? Hər sprintin sonunda bizim stakeholderlara təqdim etdiyimiz əlavə dəyərimiz nədir və yaxud da ki, məhsulumuza əlavə etdiyimiz dəyərimiz nədir? Bu increment olaraq başa düşülür. Və vision və roadmap artıq daha üst səviyyədə məhsulun inkişaf xəritəsinin tam olaraq hansı istiqamətə yönələcəyini bizə göstərən hədəflər toplusudur. Davam edək. Növbəti slayd keçməzdən əvvəl bunu xüsusilə vurğulamaq istəyirəm. Ənənəvi layihə idarəetməsindən fərqli olaraq Agile layihə idarəetməsində stənədləşmədən çox kommunikasiya önəm verilir, kollaborasiya önəmlər verilir və Agile manifesto, hansı ki bununla təlimi tanış olacaqsınız. Agile manifestonun əsas deyək ki, məqsədlərindən, əsas deyək ki, qayələrindən biri də fərdlər arası ünsiyyətin prioritetləşdirməsidir. Hansı ki bu daha çevik şəkildə komanda üzvlərinin bir-birini başa düşməsinə gətirib çıxarır. Növbəti slayda keçək və Business Analytics-in Agile komanda rolu nədən ibarətdir? Artıq Agile komanda ənənəvi komandadan cüzi də olsa fərqləri var. Baxmayaraq ki, əsas core məsuliyyətlər, yəni əsas özək məsuliyyətlər dəyişməz olaraq qalır. Yenə siz tələblərin toplanmasına məşğul olursunuz. Ancaq burada dəyişən nədən ibarətdir? Burada sizin əsas maraqlı tərəfiniz sizin məhsulunuz üzrə məsuliyyət daşıyan məhsul sahibidir. Siz tələbləri ondan alırsınız, tələblərin necəliyini və nə üçün olduğunu onunla müzakirə edirsiniz və bunun əsasında artıq siz tələbləri detallı formatda deyək ki, spesifikləşdirməyə və icra olunması üçün tələbləri daha detallı şəkildə dekompozisiya etməyə başlayırsınız. Digər bir məqam user story və acceptance kriteriyadır. Bu da Agile layihə idarəetməsində tez-tez qarşılaşdığımız terminlərdən biridir və bunlar nədən ibarətdir? User story dediyimiz kimi Agile müştəri yönümlü və daha çox rəqabət yönümlü produktların ərsəyə gəlməsi istifadə olunan layihə idarəetmə metodologiyasıdır və burada əsas artefaktlardan biri də deməzdim birincisi, amma əsaslardan biri də user story-dir. User story istifadəçi hekayəsidir. İstifadəçi hekayəsi deyilən nə nəzərdə tutulur? Əsasən istifadəçi hekayəsini product ownerlar, məhsul sahibləri formalaşdırırlar və bir növ düşünə bilərsiniz ki, hər hansı bir bank aplikasiyası mobil tətbiqində yeni bir funksiyonallıq ortaya qoyulur. Həmin funksiyonallığı necə ərsəyə gəlinmə prosesinə baxsaq, başa düşərik ki, product ownerlar hər hansı bir məhsulu təqdim etməzdən əvvəl istifadəçi perspektivinə düşünməyə bacarmalıdırlar və adətən məqsədin arada itməməsi üçün, kommunikasiyanın qırılmaması üçün belə qəbul olunur ki, tələblər və ümumiyyətlə istifadəçi hekayələri bu şəkildə formalaşdırılmalıdır. Nümunə verirəm. İstifadəçi olaraq mən yeni bank kartlarını onlayn şəkildə sifariş etmək istəyirəm. Ona görə ki, mənim filiala yaxınlaşmaq üçün vaxtım yoxdur. Məsələn, bu bir istifadəçi hekayəsidir. Burada artıq product owner bunu istifadəçi perspektivindən formalaşdırır. Başa düşür ki, istifadəçiyə bu funksiyonallıq əlavə dəyər gətirə bilər və bu əlavə dəyər nəticəsində məhsulunda dəyər arta bilər və user story-ni bu formatda formalaşdırır və Business Analytica bu formada təhvil verir. Artıq Business Analytic bu formada təhvil aldığı istifadəçi hekayəsini analiz etməyə başlayır. Təbii ki, analizdən əvvəl bir BA olaraq sizin, Business Analytic olaraq sizin
başa düşməli olduğunuz məqam, soruşmalı olduğunuz məqam nə üçün sual olmalıdır? Siz çünki bu funksionallığın biznesə qatdığı dəyəri başa düşməsəz, təbii ki, onun analizində lazım olan vacib məqamları gözdən qaçırmış ola bilərsiniz. Acceptance criteria nədir? Acceptance criteria user story-dən doğulan başqa bir artefaktdır. Bunu biz Azərbaycan dilində qəbul meyarları deyə bilərik. Qəbul meyarı nədir? Hər hansı bir istifadəçi hekayəsi, biz biraz əvvəl səsləndirdiyimiz tutalım ki, istifadəçi olaraq mən mobil tətbiq vasitəsilə kartlarımı onlayn sifariş vermək istəyirəm, çünki mənim filiala getməyə vaxtım yoxdur. Belə bir istifadəçi hekayəsinin qəbul meyarları nə ola bilər? Məsəl üçün deyirəm, istifadəçi kartın sifarişini yekunlaşdırdıqdan sonra ona sifarişin uğurla tamamlandığı ilə bağlı bir dialoq pəncərəsi açılmalıdır ki, siz kartınızı sifariş verə bildiniz. Və yaxud başqa bir qəbul meyarı nə ola bilər ki, istifadəçi kart sifarişi prosesini icra etdiyi zaman mütləq şəkildə biz ondan ünvan soruşmalıyıq. Bu da başqa bir qəbul meyarı ola bilər. Bu qəbul meyarları növbəti mərhələlərdə, validasiya mərhələlərində, testing mərhələlərində QA mütəxəssislərimiz üçün əsas istinad nöqtəsi olur. Hansı ki, artıq onlar bu qəbul meyarlarına baxaraq təqdim olunan həllin nə dərəcədə istəyə uyğun olub-olmadığına qərar verə bilirlər. Və təbii ki, ənənəvi layihə idarəetməsində, ənənəvi komandalarda olduğu kimi, agile komandalarında business analitikin əsas rolu biznes və texnik komandalar arasında köprü rolunu oynamaqdır. Sadəcə fərq ondan ibarətdir ki, bizim artıq biznes komanda olaraq hesab etdiyimiz tərəf yalnız məhsul sahibidir. Çox hallarda biz bütün istəklərimizi məhsul sahibindən alırıq. Harda ki, ənənəvi komandalarda bu sadəcə məhsul sahibinə yekunlaşmır. Bir neçə şəxslərdən ibarət ola bilər. Cross-funksional dəstək. Cross-funksional dəstək dediyimiz zaman artıq business analitik burada sadəcə proseslərin formalaşdırılması ilə yox, həmçinin artıq dizaynın ərsəyə gəlməsi, testlərin icra olunması və developerlarla sıx əlaqədə olmaq kimi əlavə fəaliyyətləri nəzərdə tutur. Bəli, BA olaraq cross-funksional olmalısınızmı? Mütləq olmalısınız. Bunun üçün sizdən tələb olunur müəyyən səviyyədə texniki dildə başa düşəcəyiniz bir bilik səviyyəsi və texnik komanda ilə danışa biləcəyiniz və onlarla ünsiyyət qura biləcəyiniz bir nəzəri biliklər toplusu. Siz bu proqram təminatının ərsəyə gəlməsi müddətində dizaynerlərlə çalışacaqsınız. Deyək ki, dizaynerlə çalışan zaman sizin dizaynerə hər hansı bir fikri izah etməyiniz üçün müəyyən bir prototipləşdirmə qabiliyyətiniz olmalıdır. Bunu biz wireframing dərslərində keçəcəyik və yaxud dizaynerin ortaya qoyduğu deyək ki, dizaynların qiymətləndirilməsi üçün siz Figma ilə işləməyi bacarmalısınız və yaxud da ki, testerlərlə işləyən zaman onlara acceptance kriteriyanı izah edə bilməlisiniz və yaxud lazım gələn testerləri əvəz edə bilməlisiniz. Bu kimi məqamlarda artıq business analitikin cross-funksional rolu ön sıraya çıxır və bu deyək ki, özünü göstərir ki, business analitik bu sahələrdə də bilik və bacarığa sahib olmalıdır. Və value feedback ondan ibarətdir ki, adətən sprint reviewlarda, qiymətləndirmə mərhələlərində siz verilən feedbacklərin, sizə verilən feedbacklərin, maraqlı tərəflər tərəfindən sizə verilən rəylərin düzgün şəkildə emal olunması, düzgün şəkildə məhsula inteqrasiya olunması üçün business analitikin rolu çox vacibdir və sizin burada aktiv iştirakınız danılmazdır. Mənə elə gəlir ki, bugün kifayət qədər konsepti əhatə edə bildik. Biz bugün BA-in, business analitiklərin ənənəvi və agile komandalarda rollarını danışdıq. Növbəti dərslərimizdə hissə-hissə biz məhsul sahibi və BA-in kəsişən ortaq və fərqli nöqtələri, eyni zamanda daha sonra biz artıq biznes proses modelləşdirmənin vacibliyi haqqında danışacağıq və bu seriyalar üzrə dərslərimizi davam etdirəcəyik. Növbəti dərslərdə görüşənədək.